Peyğəmbərimizin ümumiyyətlə bir şey yazma barəsində öz davranışı nədən ibarət idi? Peyğəmbərimiz Qurandan başqa bir şeyin yazılmasına önəm verib, əhəmiyyət verib, yoxsa yox? Burası çox vacibdir. Biz qeyd elədik ki, hər iki məktəb Peyğəmbərin hədislərinin yazılmasına, yayılmasına, nəql olunmasına önəm verib. Amma bir dövrdə Peyğəmbər hədislərinə qarşı yasaqlar olub, qadağalar olub. Buradan yola çıxaraq biz bu hədisin üzərində dayanırıq. Hədis nədən ibarətdir? Bu da Əhl-i Sünnətin ən böyük mötəbər mənbələrindəndir. Buxari, deməli Səhih Buxaridə İbn Abbasdan rəvayət olunan bir hədisdə Peyğəmbərimizin ölüm vaxtı ərəfəsində aralarında böyük səhabələrində olduğu bir neçə insan Peyğəmbərimizin evində ikən Peyğəmbərimiz belə bir söz buyurur. Gəlin məndən sonra əsla azmamağınız üçün, yoldan sapmamağınız üçün sizə bir şeylər yazım. Orada ikinci xəlifənin bir sözü var. Rəsullahın ağrısı çoxalıb, sizin yanınızda Allahın kitabı var, Allahın kitabı bizə yetər. Yəni bu məşhur belə bir hədisdir, hansı ki bu İslam tarixi üçün çox qara bir səhifədir. Mən bu barədə çox danışmaq istəməzdim. Yəni bu heç də İslam ümmətinin parçalanmamasına, əksinə üzərində dayanılması vacib olan məsələlərdir ki, o mənada dayanılmasın ki, yəni bu bizim aramızda ixtilafa yox, bu bizim aramızda üzərində dayanıb nəticə çıxartmağımız üçün vacib bir məsələdir. Önəm verməliyik bu məsələnin üzərində ki, bu çözməyə çalışmalıyıq ki, bu nədən baş verdi? Əgər bu baş verməsəydi, nələr ola bilərdi? Və burada hansı məsələlərə önəm verilməyib, bunun üzərində dayanmaq istəyirəm. Bu mətni deməli bizə Səhih Buxaridə Cihad kitabı Cəvaizül Vəfd babında cild 2 səhifə 120-də var, Cizyə kitabında. Sonra Səhih Müslimdə cild 5 səhifə 75 vəsiyyət babında bunu 7 kanaldan nəql edib. Sonra Müsnəd Əhməddə Məhəmməd Şakirin incələməsində olan hədisdir, cild 1 səhifə 222-də və yaxud başqa deməli mənbələrdə də var. Təbəqat-ı İbn Səd var, Tarix-i Təbəri var və başqa deməli mətnlərlə nəql olunub. Burada mən önəmli bir məsələnin üzərində dayanmaq istəyirəm ki, Peyğəmbərimiz burada vacib bir söz deyir. Gəlin sizə belə bir şey yazım ki, məndən sonra azmayasınız. Məndən sonra azmayasınız sözünün üzərində dayansaq, çox vacib nöqtələr əldə etmək olaraq. Deməli, Allahın kitabı tək başına insanların arasında olsa, insanlar o kitaba tək başına tabe olsalar və Peyğəmbər onun bərabərində bir şey, onu açıqlayan, onun mahiyyətini, onun məramını bizə açıqlayan olmasa, insanlar yolunu aza bilər. Peyğəmbərimiz bunu bizə çatdırmaq istəyir. Və burasının üzərində dayanmaq lazımdır.